Salam, hər vaxtınız xeyir olsun, gününüz xeyirli uğurlu keçsin. Mən Gülşən Əşmova. Bugün də qaldığımız yerdən 9-cu sinif buraxılışlar üzrə nəşr etdiyi 2025-ci il test toplusundan testlərin izahını verməyə davam edirəm. Bugünkü bölməmiz sözün fonetik xüsusiyyətləridir. Bacarıq sözünün fonetik xüsusiyyətlə bağlı səhvi müəyyən edin. Bacarıq, bacarıq şəklində tələffüz olunur, yəni q, x-ya keçir. Aha, indi bizdən səhv istəyir. Gəlin səhvi tapaq. Ahəng qanununa tabedir. Bəli, hamısı qalın saytdır, doğrudur. Yazıda deyişi fərqlənir. Bəli, doğrudur. Cingiltili samitlə bitir, səhvdir. Axı biz dedik, x-ya keçsə. Necə cingiltili ilə bitə bilər? Bax, səhv olan C variantıdır. Birinci sualda C. Keçdik ikinci suala. Samavar sözünün fonetik təhlillə bağlı səhv istəyir bizdən. Deməli, samavar, o aya keçir. Yəni, burada bir dənə o var, o da aya keçir. Samavar olacaq. İndi baxaq. 3 hecalıdır. Bəli, 3 sait var, 3 heca var. Sözdəki s kardır, m-bırı cingiltilidir. Əlbəttə belədir. Sözdə a qalın, açıq dodaqlanmayandır. Bəli. Saitlərdən biri dodaqlandı. Xeyr, səhv olan budur. Çünki o aya keçdi. Burada ümumiyyətlə dodaqlanan yoxdur. Üçü də dodaqlanmayandır. Səhv istəyirsə D variantı. Keçək 3-ə. Üçüncü sualda deyir ki, burada bizdən yenə də səhv istəyir. Diqqətli olmalıyıq. Baxaq. Deyir, ahəng qanuna tabedir. Bəli, 2 dənə A var, ikisi də qalındır. A-lar ümumiyyətlə qalındır. Getdim. Sözdə 2 qalın var, düzdür. Açıqdır, həm də dodaqlanmayandır A-lar. Yazıldığı kimi tələffüz edilir. Bəli. Deyir, lampa kimi tələffüz edilir. Xeyr. Biz əsasən n ilə yazılan sözlər deyirik ki, m-ya keçə bilir. Biz m ilə yazılanlar n-ya keçir deyə bir şey öyrənməmişik. Elə səhv olan D düşdü. Keçdik 4-ə. Mövcud sözü. Mövcud sözü b, d, c, c qaydasına əsasən d, t-ya çevriləcək. Mövcud t olacaq. Qeyd edim ki, kanalımda fonetika ilə bağlı dərs izahı var. Orada bir çox qaydanı izah eləmişəm. Daxil olub ona da baxa bilərsiniz. Əsas odur, tələffüzümüzü bildik. İndi baxırıq variantlara görə bizdən daha doğrusu düzgünü istəyir. Baxırıq variantlara görə düzgün olan hansıdır. Deməli, deyir, birinci hecadakı sait uzanır. Xeyr, burada uzanma yoxdur. Bu getdi, səhv. 6 hərfi 6 səsdən ibarətdir. Bəli, doğru olan elə B variantıdır. Çox elə bilir ki, burada o birləşməsi olduğu üçün bu mövcud olacaq tələffüzü. Bu düşəcək. Xeyr, səhvdir. Düşmür. Cavab B oldu. Mövsüm sözdə necə yazılır? Elə tələffüz edilir. Aha, indi bizdən yenə də burada düzgünü istəyir. Gəlin baxaq. Cingiltili samitlərin kar qarşılığı yoxdur deyil. Bəli, burada cingiltili samitlər var. Amma burada v da cingiltili olduğu üçün bunun qarşılığı var. Bu səhvdir. Bu getdi. 4 samit, 2 sait səs var. Bəli, doğrudur. Baxın, m, v, s, m 4 dənə samitdir. Cingiltilidir və 2 dənə də saitimiz var. Ö və ü. Doğru. B variantı. Keçək 6-ya. Dovğa sözünün fonetik xüsusiyyətlərlə bağlı səhv fikri müəyyən edin. Səhv istəyir. Baxaq. Deyir ki, 4 səs, 5 hərf var. Xeyr, heç bir dəyişmə baş vermir. Axı, dovğa necə yazılır? Elə tələffüz olunur. Birləşmələrində bunlar düşürdü, doğu olurdu. Amma yeni qaydalarla isə artıq bu birləşmələrdə heç nə düşmür. Necə yazılırsa elə tələffüz olunur. Elə ona görə səhv istədiyi üçün səhvdir də A variantı. Deyir, 4 səs, 5 hərf var. Xeyr, səhvdir. Deyə baxaq. Qumbara sözünün fonetik xüsusiyyətlə bağlı səhv fikri müəyyən edin. Aha, səhv istəyir. Saitlərin ikisi qalın, açıq, biri qalın, qapalıdır. Doğru. Ahəng qanunu gözlənilir. Bəli, hamısı qalındır. Deyilik, hiyası fərqlənmir. Bəli. Bütün samitlərin qarşılığı yoxdur. Xeyr, səhvdir. Niyə? Burada b var, b var, q var. Bəyən bunlar nədir? Qarşılıqsızdırmı? Və səhv olan budur. D. Aha, keçək. Deməli, 8-ci sualda deyir ki, tapmaca sözünün fonetik xüsusiyyətlə bağlı düzgün fikri müəyyən edin. Ümumiyyətlə yadınızda saxlayın. Bu söz necə yazılırsa, elə də tələffüz olunan sözlər qəbiləsindəndir. Deyir, 2 kar, 2 cingiltili samit var. Elə düzgün olan budur da. T, gəlin işarələyək. T, p. 2 kar, m, c, 2 cingiltili. Cavab adı da. Düzgünü istəyirdi, düzgünü də tapdıq. Keçdik 9-a. Tapdalamaq sözünün fonetik xüsusiyyətlə bağlı səhvi müəyyən edin. Tapdalamaq şəklində tələffüz olunur. Sondakı q, x-ya keçir. Aha, səhv istəyir bizdən. Baxaq. Bütün saitlər açıqdır. Bəli, hamısı adı açıqdır. 4 kar samit var. Xeyr. Bu səhvdir. Niyə? Çünki 3 kar samit var. X,
P, T. 3 dənədir. Cavab B. Səhv istəyirdi, səhvi də tapdıq. Keçdik ona. 10-cu sualda deyir ki, qafiyə sözünün fonetik xüsusiyyətlə bağlı səhv fikri müəyyən edin. Aha, səhv istəyir bizdən. Yazıcı deyir ki, fərqlənmir. Bəli. Ahəng qanuna tabe deyil. Bəli. Üç hecalı sözdür. 3 dənə sait var, 3 heca var, düzdür. Uzun sait yoxdur. Niyə? Var axı qafiyə. A uzanır, qafiyə. Bax, səhv olan D-dir. Səhv istəyirdi, səhvi də tapdıq. 11-ə baxaq. Cilovlamaq. Cilovlamaq şəklində. Baxın, x-ya keçir. İndi bizdən səhv istəyir. Aha, səhv istəyirsə, baxaq. Deməli, qarşılığı yoxdur. Düzdür. Baxın, l-dır, m-dır, l-dır. 3 samitin yoxdur. Bizdən səhv lazım deyir. Bunu silirəm. Bu düzdür. Sözdə deyir, hərf və səslərin sayı eynidir. Bəli, düzdür. Yəni, düşmə falan baş vermir və yaxud da artım olmur. Saitlərin heç biri uzun tələffüz olunmur. Bəli, uzanma yoxdur. 4 sait 5 samit var. Səhv olan budur. Baxın. 1, 2, 3, 4. Bəli, 4 dənə saitim var. Amma samitimə baxın. 1, 2, 3, 4, 5, 6. 6 dənədir. Bax, səhv olan elə budur. 5 deyil, 6-dır. Keçdik 12-yə. Vertolyot sözü ilə bağlıdır. Bir xüsusiyyəti ilə bağlı səhvi müəyyən edin. Bizə səhv lazımdır. Baxaq. 3 hecalı sözdür. Doğrudur. 3 sait var, 3 heca var. Ahəng qanuna tabe deyil. Doğrudur. E var, o var. Yəni incə var, qapalı, incə var, qalın var. Saitlərdən biri dodaqlanmayan, ikisi isə dodaqlanan. Vertolyot. O aya keçir. Vertolyot. Fikir verin, burada artıq 2 dodaqlanmayan deyir bizdə. İkisi isə deyir dodaqlanandır. Daha doğrusu bir dodaqlanmayan deyir. Əslində bir dodaqlanmayan yox, 2 dodaqlanmayan var. Axı o aya keçdi. Bax, səhv olan budur. 1 yox, 2. Cavab C. Bir də qeyd edeyim ki, toplu üzrə çalışıram. Bütün izahları yerləşdirim. Kanala abunə olun. Xoş olursa bəyənin. Ətrafınızla bölüşün. WhatsApp qruplarına göndərin. Bütün testlərin ardıcıl formada izahı gəlsin. Deməli, 13-cü testdə deyir ki, hansı sözdə səs və hərflərin sayı bərabərdir? Aha, bərabər istəyir bizdən. Baxaq. Neftçi də neftçi. T düşür. Bərabər deyil. Aktual bizə nəyə soruşur? Bərabər. Qaldı. Çünki burada heç nə olmur. Təəccübdə ə düşür, xaində y daxil olur, vəsaitdə y daxil olur. Bizə deyir bərabər, bərabər də aktual qaldı. Cavab oldu B. 20-yə baxaq. Mənfəət. Mənfəətdə ə düşəcək. İndi bizdən səhv soruşur. Birinci tələffüzümüz necə olacaq? Bunu müşahidə elədik. İndi gəlin cavabımızı tapaq. A-da deyir ki, qarşılıqlı olmayan 2 samit işlənmişdir. Bəli. M və N. Doğru. Yazışı deyişi fərqlidir. Bəli. Ə düşür. Səslər və hərflərlə səslər sayıca bərabər deyil. Doğrudur. Ə düşdü axı. Saitlərdən biri uzun tələffüz olunur. Bəli, ənin biri düşür, biri uzanır. Sözdə 2 sait, 2 heca var. Xeyr, sözdə 3 dənə sait var. Biz saiti soruşanda yazılışa baxırıq, tələffüzə yox. Deməli, sözdə 2 sait yox, 3 sait var. Cavab budur, səhv olan. Keçdik 15-ə. Tərifnamə sözünün fonetik xüsusiyyətlə bağlı səhv fikri müəyyən edin deyir. 3 cingiltili 2 kar samit var deyir. Bəli, doğrudur. Ahəng qanunu pozulmuşdur. Bəli, ə var, A var, incə var, qalın var, düzdür. 4 hecalıdır. Bəli, 4 dənə sait var. 4 dənə də deməli heca var. Bu da doğru. Deyicə yazı fərqlənmir. Bu da doğru. Deyir, saitlərdən yalnız bir uzun tələffüz olunur. Xeyr, səhvdir. Tərifnamədə tərif hissəsi də uzanır. Namə hissəsi də uzanır. Yəni, burada 1 yox, 2 uzanma var. Səhv olan elə E variantıdır. Keçək 16-ya. Bulud sözünün fonetik təhlil ilə bağlı səhvi müəyyən edin deyir bizə. Aha, gəlin müəyyən edək. Deməli, bulud şəklində tələffüz olunacaqdır. T-yə keçəcək. Deməli, 2 hecalı sözdür. Bəli, 2 sait var, 2 heca var. Ahəng qanuna tabedir. Bəli. Qalındır. 2 dənə oldu, ikisi də qalındır. Yazışı deyişi fərqlənir. Bəli. Hərf və səslərin sayı fərqlidir. Xeyr, səhv olan budur. Səslərin sayı fərqli deyil. Burada kəmiyyət fərqi yoxdur. Keyfiyyət fərqi var. Bax, səhv olan elə D-dir. Cavab D, 16-da. Keçdik 17-yə. Xüsusiyyətlə bağlı səhv fikri müəyyən edin. Niyyət sözü necə yazılırsa, elə də tələffüz olunur. Yəni, fərq yoxdur. Çünki sözün kökü elə niyyətdir, y da düşə bilməz.
Bizə səhv deyirsə, ahəng qanunu gözlənilib. Doğrudur. İncə saitlərin ahəngi var. 3 samitin qarşılığı var. Bəli, y, y, t. Üçünün qarşılığı var. Saitlər incə dodaqlanmayandır. Bəli, i və ə. 3 cingiltili bir samit var. Bəli. Yazışı deyişi fərqlənir. Səhvdir, xeyr. Biz dedik axı fərqlənmir. Cavab E. 18-ci sualda da deyir ki, çimərlik sözünün fonetik təhlillə bağlı düzgün istəyir bizdən. Tələffüzün yazaq birinci. Çimərlik olur da. L, r-ya keçir, k isə hissəsini verir. Baxaq. Söz ahəng qanununa tabe deyil. İncə saitlərin ahəngi var. Niyə tabedir? Tabedir. Bunu silək. Uzanan sait işlənib. Xeyr, işlənməyib. Bunu da silək. M, r, ç cingiltili samitlərdə. Xeyr, m, r cingiltilidir, amma ç nə zamandan cingiltili olub? Bunu da silək. Bizə düz lazım isə cavab D-dir. Deyir, 2 r samiti var. Bəli. Çimərlik. L, r-ya keçib. Düzdür. Keçdik 19-a. Termin sözünün fonetik xüsusiyyətlə bağlı səhv fikri müəyyən edindir 19-cu testdə. Aha, gəlin baxaq. Deməli, termin ümumiyyətlə necə yazılırsa elə tələffüz olunur. Deyir, sait səslərin hər ikisi incə, dodaqlanmayandır. Bu doğru. A-nı sildik. Samitlərdən yalnız birinin qarşılığı var. Bəli. Deməli, samitlərdən yalnız birinin qarşılığı var. Doğrudur. Qarşılığı olan t-dır da. Ona görə bunu da silirəm. Yazışa deyişi fərqlənir. Axı biz dedik fərqlənmir. Bax, səhv olan C-dir. Keçdik 20-yə. Deməli, qaynaq sözünün fonetik xüsusiyyətlə bağlı səhvi müəyyən edin deyir. 20-ci sualda. Baxaq, səhv fikir. Ahəng qanunu gözlənilmişdir. Bəli, bu yəni düzdür də. Yəni bunu silək. 6 hərf 6 səs var. Doğru. Bunu da silək. Sözdə cingiltili samitlə bitir. Xeyr, qaymaq. Söz cingilti ilə nə zamandan bitib? Sonu axı x oldu bunun. Q x-ya keçdi. Elə səhv olan C-dir. Cingilti ilə yox, karla bitir. X kardır. Cavab C. 21-ə baxaq. 21-də isə deyir ki, dondurma sözünün səs tərkibi ilə bağlı səhv müəyyən edin. Ahəng qanunu pozulmamışdır. Bəli, qalın saitlərin ahəngi var. Doğru, silək. 8 səs 8 hərfdən ibarətdir. Bəli, doğru. Sözdə 5 cingiltili samit var. Bəli, n, deməli, d, d, m. Bir də r. Yəni, burada ümumiyyətcə çar samit yoxdur. Bu da getdi. Sonra vurğusunun yeri dəyişsə də tələffüzü fərqlənmir. Artıq bu səhvdir. Bunu silək. Deməli, dondurma sözü isim kimi də ola bilər, feil kimi də ola bilər. Biz vurğunun yerini dəyişsək, bu tələffüz dəyişəcək. Dondurma götürdü. 20-ci sualda D. Keçdi 22-yə. Maaş sözünün fonetik xüsusiyyətlə bağlı səhv fikri müəyyən edindir. Aha, A-nın biri düşəcək. Bunu yadınızda belə saxlayın. İndi baxıram. Deyir, tərkibindəki saitlərin biri tələffüz zamanı düşür. Doğru. Sildik bunu. M samitinin kar qarşılığı yoxdur. Bəli, bu da doğru. Ş samitinin cingilti qarşılığı J-dır. Bu da doğru. Səs və hərf tərkibi sabitdir. Xeyr, səhvdir. Axı dəyişkəndir. A düşdü. Necə sabit ola bilər? Cavab D. Səhvi istəyirdi, səhv tapdıq. Hətta olacaq. T-dır əvəzlənməsi baş verəcək. İndi bizdən nə istəyir? Səhvi. Deyir, H samitinin cingilti qarşılığı yoxdur. Bəli. T-nın biri D kimi tələffüz olunur. Bəli, bu da doğru. Keçək bu bir tərəfə. 2 açıq, dodaqlanmayan sait var. Doğru, hətta da Ə-A. Bu da doğru. Samitlərdən hər üçü kardır. Bəli, bax, səhv olan budur. Çünki T D-ya keçib. Axı D cingiltilidir. Səhv istəyirdi D-dır. 24-də baxaq. Nəvazişlə sözünün fonetik təhlillə bağlı səhv istəyir. Nəvazişlə olacaq burada. Lə, nən kimi. Aha, indi yanlış istəyir bizdən. Yanlış istəyirsə, baxaq. Vurğu deyir sözün son hecasındadır. Xeyr, səhvdir. Niyə səhvdir? Çünki nəvazişə düşəcək. İyə düşəcək. Yəni, 3-cü hecaya. Çünki nəvazişlə sözü zərfdir. Və zərf düzəldən lalə şəkli vurğu qəbul etmir. Bax, məhz bu səbəbdən cavab olacaq B variantı. 2-də yox, 3-dədir. Keçdik, məzəmmət sözünün fonetik təhlillə bağlı yanlış fikri müəyyən etməyimizi istəyir bizdən. Aha, yanlışı istəyirsə, baxaq. Bu ümumiyyətlə necə yazılırsa elə tələffüz olunan sözlərdəndir. Qoşu samitli sözdür, bəli, m var. İncə saitlərin ahəngi gözlənilib, bəli. Yazışı tələffüz fərqlənir, bax, bu səhvdir. Axı, dedik fərqlənmir.
Cavab C. Bitki sözü bitki olacaq. Q-cüyə keçəcək. Q-cüyə. Aha. Səhv fikri müəyyən edin deyir bununla bağlı. Gəlin müəyyən edək. Samitlərin ikisi kar, biri cingirtilidir. Bax, səhv olan budur. İkisi kar deyil. İkisi cingirtili, biri kardır. Əksinə axı Q-cüyə keçdi. Səhv olan elə A variantıdır. Səhv istəyirdi bizdən. Tap bıltı, tap bıltı. P, B əvəzlənməsi baş verir burada. Deyir, səhv fikri müəyyən edin. Aha, bizə lazım olan səhvdir. Baxaq. 8 hərf var. Doğrudur. Bunu silək. Samitlərin ikisi kar. Xeyr, ikisi kar deyil. Axı P, B-yə keçib. Baxın, daha doğrusu 300 İngiltili deyir. Baxın, P, B-yə keçibsə, T kardır, P kardır, T kardır, 3'ü kardır. Amma ikisi cingirtilidir, 3'ü yox. Bax, bu hissə düzdür. Amma bu hissə səhvdir, 3'ü yox. İkisi cingirtilidir. Cavab B. Səhv olan B'dir. 28-ə baxaq. Anlamaq sözünün fonetik xüsusiyyətlə bağlı səhv istəyir. Anlamaq şəklində olacaq. L-yə keçəcək. Q isə X-ya keçəcək. Aha, indi gəlin baxaq. Səhv istəyir bizdən. Sözdə fərqli tələffüz olunan iki samit var. Deməli, düzdür də, fərqli tələffüz olunan iki samitimiz var. N, X. Bu doğru. Səs hərflərinin sayı bərabərdir. Bəli, doğru. Söz ahəng qanuna tabedir, bəli. Vurğu ikinci hecəyə düşür, xeyr. Vurğu sona düşür. Yəni, üçüncü hecəyə. Cavab D-dir. Biologiya sözü ilə bağlı bizdən səhv istəyir. İ ilə O-nun orta hissəsinə Y daxil olacaq. Aha, indi deyir ki, G cingirtilidir, kar qarşılığı K səsidir. Doğru. A-nı silək. Səhv deyir ki. Biologiya. Daha doğrusu səhvdir. Niyə? Dayanaq. Dayandım. Fikir verin, C cingirtilidir, razıyam. Amma kar qarşılığı K deyil. Bax, burada bizi çaşdırıblar. Cavab A-dır. Bəli, 20-ci sualda A variantı. Keçdik 30-a. Avtoqraf sözünün fonetik xüsusiyyətlə bağlı səhv fikri bizdən istəyir. Aha, gəlin baxaq. Deməli, 3 kar, 2 cingirtili samit var. Doğrudur. Bəli, bu doğru. Bunu silək. Bizə səhv lazımdır. Təkrarlanan samit işlənmişdir. Bəli. Avtoqraf. Bu da doğru. Sonra yazışı deyilişi fərqlənmir. Bax, elə səhv budur. Avtoqraf. Elə o avtoqraf. Bax, bu şəkildə olur. Birdən səsləndirəndə başa düşməz. Avtoqraf. Yəni, bayaq da sual verə bilərsiniz ki, hansı samit təkrarlanır? F-lar. Baxın, F. Ona görə bunu sildik. Fərqlənmir deyir. Bu da səhvdir. Fərqlənir axı avtoqraf. Deməli, bu da C variantı. Bugünlük bu qədər. Ümid edirəm ki, izahlarımın sizə faydası olar. Əlaqə nömrəmizi xatırladım. 055 280 59 24. Bu bizim əlaqə nömrəmizdir. Buraxılış üzrə yeni qruplarımız açılır. Qoşulmaq üçün əlaqə nömrəsinə yaza bilərsiniz. Sizlər də əzbərləmədən, tam öyrənərəkdən imtahana hazır gedə bilərsiniz. Qeyd edeyim ki, kanala abunə olmaqla da və bəyənib paylaşmaqla da bizə daha da stimul verib izahların ardıcıl olmasına səbəb ola bilərsiniz. Sağ olun.